Cərrah əməliyyat zalında sərt olmalıdır, dəqiq olmalıdır, emosiyasız olmalıdır və rasional olmalıdır. Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur. Cərrah əməliyyat zalında, şöbədə xəstəni müalicə eləyəndə emosional yanaşa bilməz. Sərt olmalıdır, dəqiq olmalıdır, emosiyasız olmalıdır və rasional olmalıdır. Və bu vəziyyətdə bütün günü bu insan bu vəziyyətdədir. Ondan sonra da müəyyən dərəcədə istər-istəməz vaxt keçdikcə indi cəmiyyət arasında o cərrahın qəddarlığı deyilir. O əslində cərrah olaraq hər şeyi başa düşür, hər şeyi anlayır. Sadəcə bütün məsələlərə emosiyadan çox vaxt keçdikcə daha rasional, daha məntiqlə yanaşır. O da bəlkə də qıraqdan daha çox qeyri-emosional, duyğusuz kimi görünür. The dawn I wake up to find